İndi nə baş verir? İndi gələn ildən qeyri-neft sektorunda, özəl sektorda çalışanların vergi yükü 3% artır. İlk baxışdan deyəcək ki, 3% nədir ki? Amma elə deyil. 26-cı ildə 3%, 27-ci ildə 5% olacaq, 28-ci ildə artıq 7% olacaq. Amma bu tək vergi yükü 7% olsaydı da mən razı idim. Elə deyil axı. 10% sosial müdafiə fonduna var. Bu toxunulmazdır. 2,5% tibbi sığorta, icbari tibbi sığortaya verməliyik. 0,5% işsizlik fonduna verməliyik. Yəni bunları cəmləyəndə, bir-birinin üstünə gələndə gəlir 20%-ə çatır və yaxud da keçir. Bundan əlavə bizdə dolayı vergiləndirmə sistemi var. Ən yanlış olan da odur yeri gəlmişkən. Dolayı vergiləndirmə nədir? Məsələn, bugün çıxan qərarda, indi elan oladı, efirdən qabaq da eşitdim mən, avtomobillərdə yol vergisi artırılır, özdə 3 dəfə. Bəli, biz gedəcəyik indi texniki baxışdan keçməyə, gələn ildən ödənişlərimiz 3 dəfə artacaq. Avtomobil sahibləri nə qədərdir ölkədə? 1 milyon. Hərəsi 5 nəfərlik ailədə olsa elə əhalinin yarısından çox eləyir. Yarısından çox eləyir əzalar. Biz 3 dəfə artıq ödəyəndə nə olacaq? Gedəcək uşağa ayaqqabı almayacaq. Uşağa ayaqqabı almayanda ayaqqabı gətirən uduzacaq. Ayaqqabı düzəldən uduzacaq. Satan uduzacaq. İqtisadiyyat yenə daralacaq. Bax, hökumətin... Yəni o çıxış yolu da öyle. Əlbəttə, yəni vergi artırımı... Tarix bunu sübut edir. Heç vaxt vergi heç vaxt olmayıb.